Hə. 30 dərəcə bucaq görürüksə nə kimi qaydamız var? 3 tam kök altında 4. Dəniz sən də bilmirsən? 30 dərəcə ilə bağlı. Burada bir şey olur da, kök altında 2 olur. Xeyr, ay bala, bayaqdan çıxıb. Bura bir dənə ulduz qoyuram. Kök altında 2 olur. Bura bir dənə ulduz qoyuram ki, deməli bu qayda yadımızdan çıxıb. Deməli bunu təkrar. olur. Bəli. Amma hara? Yox, hara. 30-un qarşısı. Bir daha deyək onda. Düzbucaqlı üçbucaqda 30 dərəcə qarşısındakı katet hipotenuzun yarısı olur həmişə. Onda bura olur 4, amma səndən buranı istəmir. Səndən x istəyir. Onda o biri katet, yəni həmən bu x. Kiçik katetin, yəni 4-ün kökdə 3 hasilidir. Kökdə 2 deyil. Onlar orada da çaşdırdınız. Kökdə 3 hasilidir. Burada A variantıdır. Bir daha deyirəm. Çünki bu vacibdir. Bu çox vacib şeydir, qaydadır uşaqlar, həqiqətən. Həyat qurtaran qaydadır bu. Deməli, düzbucaqlı üçbucaqda 30 dərəcə görürəmsə, tez mən orada hipotenuzun yarısı məsələsini yadıma salıram. Necə amma? 30-un üzbəyüzündəki katet hipotenuzun yarısı olur. Tez bura 4-ü qoydum, getdi. Amma məndən baxıram ki, buranı istəmir, o biri katet istəyir.